Alo. Akşamın evdin doktor. Akşamın xeyir olsun kardeş. Doktor məndə ürəyim bir 4-5 ildir stent koymuşdular. Bəli. Doktor koymuşdu. Sonra derman dediler, 3 tür derman verdiler, attım. Bəli. O benim mədəmdə sonra mədəmdə problem yarattı mənim. Yəqin orada qandırıldıcı olub, qandırıcıların da tərkibində əksərən turşu tərkibli olur. Ona görə çöp verir, gastrit verir, eroziya verir, bəzən yara verir, bəzən qanaxma verir. Ona görə də gözəl qardaşım, deyirik ki biz... Ay sağ ol. Sonra mən o dərmanı hardasa bir 5-6 ayda atmışam. Heç birini atmıram. Bəli. O qandırıcıdır, sonra o bir söylədi, xolesterindir, onların heç birini atmıram. Deməli, getdim özümü yoxlatdım, qanı normaldır, xolesterin biraz qalxıb. Xolesterini var. Bəli. İndidən elə mədəmdə köp də var, bir də ki, o mədən qıda borusundan mədənin arasında o qapaq var, o deyir bağlanmır. Siz hardan zəng eləmişsiniz? Mən Masazırdan zəng eləyirəm. Bakıda olursan da adınız nə oldu? Adım Aslandır. Mən Masazır Bakıda oluram, hə. Aslan müəllim. Siz onun, mən hər zaman dediyimi bir də təkrar eləyirəm. Çox sağ olun, sualınıza görə cavab verəcəm. Hər zaman deyirəm ki, turşu tərkibli insanlar, özdə belirsə nə deyirlər, o stent qoyulanda deyirlər, nə qədər həyatda yaşayırsan, içməlisən. Və mədən sehli qişasonu dözmür. Ancaq sizin tutduğunuz yol düzgün deyil mənim həkim baxışımdan. Haqqınız yoxdur, stent qoyulub və qandırıldıcı içmişsinizsə, siz zəli qoydurmalısınız ki, sizin qanınızı duru saxlasın. 6 ay qanınız duru qalsın, tromb ehtimalı olmasın. Mən yoxlatdım, nəyi yoxlatdım? Sən birdən-birə qandırıldıcı əgər zəli qoydurmadan kəsirsənsə, təhlükə yarada bilər. Ona görə də və tabletlər dəyişmişsə, onu təbii müalicə keçirərik. Heç bir problem yoxdur. Bakıda yaşayırsan, Masazırda gələrsən doktor Seyfəddin klinikasına, qaydasına salaram. Həm köpün gedər, həm mədə bağırsağın düzələr, həm də ürəyin üçün təhlükəsiz həyat yaşayarsın. Çox sağ olun.